Salam, hər vaxtınız xeyir olsun. Dünyada və ölkədə baş verən ən mühüm xəbərləri sizə təqdim etməyin vaxtıdır. Studiyada mən Aynur Kərimli, Monitoring TV-də xəbərlərə baxırsınız. Gəlin ilk olaraq anonslara nəzər salaq. Prezident İlham Əliyev aprelin 24-də Pekində Energy China şirkətinin sədri Song Helinglə görüşüb. Azərbaycan prezidenti İlham Əliyev Pekində China Global Television Network telekanalına müsahibə verib. Ermənistanın baş naziri Nikol Paşinyan isə İrəvanda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunan məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib. Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. İndi isə daha ətraflı. Prezident İlham Əliyev aprelin 24-də Pekində Energy China şirkətinin sədri Song Helinglə görüşüb. Görüşdə sözü gedən şirkətin Azərbaycanda hazırda bir neçə layihə həyata keçirdiyi vurğulanıb. Qeyd edilib ki, şirkət Xəzər dənizində 1 gigavat külək enerjisi mega layihəsinin padratçısıdır. Füzuli rayonunda günəş enerjisi və digər layihələrə isə investisiya yatırıb. Song Heling rəhbərlik etdiyi şirkət tərəfindən Azərbaycanla birlikdə enerji dəhlizlərində əməkdaşlıq bağlı təkliflərlə çıxış edib. Dövlət başçısı Energy China şirkəti ilə əməkdaşlığın prioritetliyinə və strateji xarakterinə toxunub. Söhbət zamanı birgə uzunmüddətli enerji planlaşdırma layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Azərbaycan prezidentinin Çinə dövlət səfəri çərçivəsində bununla da bağlı sənəd imzalanıb. Görüşdə Azərbaycanda gələcək enerji tədqiqat mərkəzinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Şirkətin suyun idarə edilməsində böyük təcrübəsi nəzərə alınaraq, bu sahədə də əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, fəaliyyət dairəsinə bərpa olunan enerji layihələri ilə yanaşı hidrogen enerjisi, enerjinin saxlanması və iri elektrik şəbəkələrinin tikintisi kimi istiqamətlər daxil olan Energy China şirkətinin 147 ölkədə 256 filialı var. Hazırda 416 layihəsi icra olunan şirkət Çinin bərpa olunan enerji bazarının 50%-nə nəzarət edir. Azərbaycan prezidenti İlham Əliyev Pekində China Global Television Network telekanalına müsahibə verib. İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü Xankəndidə keçiriləcək. Bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı imkanlar və perspektivlər mövzusunda keçirilən panel müzakirədə deyib. Azərbaycan bu il Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatı zirvə görüşünün 17-ci iclasını təşkil edəcək. Bu ilki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq deyə o qeyd edib. Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı zirvə görüşü 2023-cü il noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilib. Ermənistan növbəti dəfə dezinformasiya yayıb. Azərbaycan ordusunun bölmələrinin güya aprelin 23-də saat 22:20 radələrində Xəzinəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bir daha bildiririk ki, Azərbaycan ordusunun bölmələri mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açmır. Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır deyə məlumatda qeyd olunub. Davam edirik. Ermənistanın baş naziri Nikol Paşinyan isə İrəvanda qondarma erməni soyqırımı qurbanlarının xatirəsinə həsr olunan məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib. Bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib. Onun sözlərinə görə Paşinyan bunu təxribat adlandırıb. Baş nazir belə bir halı məsuliyyətsiz və qəbul edilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınan dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır deyə o qeyd edib. Ötən gecə Ukrayna Rusiya tərəfindən kütləvi hücuma məruz qalıb. Kiyevdə zərbələr nəticəsində çoxlu insan ölüb, onlarla insan yaralanıb. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə bu gün səhər saatlarına olan məlumata əsasən 9 nəfər həlak olub. Bundan başqa, hava zərbələri nəticəsində 70 nəfərin xəsarət aldığı bildirilir ki, onlardan
Onlardan da 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib. Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir. Ukraynanın bir sıra şəhərləri pilotsuz uçuş aparatları, ballistik raketlərlə, o cümlədən kalibr raketlərindən atəşə tutulub. Ukrayna Silahlı Qüvvələri Kiyevdə hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyini açıqlayıb. Növbəti xəbərə keçid alırıq. Amerika Birləşmiş Ştatlarında 12 ştat prezident Donald Trump administrasiyasının tətbiq etdiyi tariflərin ləğvi üçün Federal Beynəlxalq Ticarət Məhkəməsinə iddia qaldırıb. Bu barədə NBC News telekanalı məlumat yayıb. Ölkənin ticarət siyasəti indi prezidentin qanuni səlahiyyətlərinin səmərəli həyata keçirilməsinə arxalanmaqdansa onun şıltaqlığından asılıdır. ABŞ-yə göndərilən hər hansı mallara yüksək və daim dəyişən rüsumlar tətbiq etmək hüququnu öz üzərinə götürərək prezident konstitusiya nizamını pozub və Amerika iqtisadiyyatına xaos gətirib deyə sənəddə bildirilib. Dövlət başçısı iqtisadiyyata ziyan vurmaqla yanaşı Konqresdən yan keçmək və Vaşinqtonun tarif siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə ittiham olunur. Telekanal qeyd edib ki, iddia Konqresdə geniş ticarət səlahiyyətlərinin qanunverici orqanın əlinə qaytarılması üçün iki partiyalı təşəbbüs fonunda qaldırılıb. Qanun layihəsi qəbul olunarsa, prezident yeni tariflərin tətbiqindən 48 saat əvvəl Konqresə məlumat verməli olacaq. Rusiya isə Amerika Birləşmiş Ştatları ilə barışmaq üçün şərtlərini açıqlayıb. Moskva Vaşinqtonla dialoqu bərpa etməyə hazırdır. Lakin təkcə sözlərə etibar etməyəcək. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Shoygu bildirib. Onun sözlərinə görə ABŞ prezidenti Donald Trump'ın administrasiyası Rusiya ilə ikitərəfli münasibətləri bərpa etmək üçün müəyyən addımlar atır. Bu istiqamətdə ilk nəticələr onun əməli münasibətindən xəbər verir. ABŞ faktiki olaraq sələflərinin bir çox stereotiplərini rədd edərək hadisələrə real baxış nümayiş etdirir. Biz bu yanaşmanı alqışlayırıq və buna uyğunlaşmağa hazırıq. Amerikalıların nizamlanma tələb edən yığılmış sistemli problemləri həll etməyə hazır olub-olmadığını zaman göstərəcək. Bu proses mürəkkəbdir və heç də sürətli deyil. Birləşmiş Ştatlarla qarşılıqlı əlaqəmizin tarixi göstərir ki, şifahi təminatlara deyil, yalnız konkret hərəkətlərə və faktlara etibar etmək olar. Ancaq Çinli dostlarımızın dediyi kimi, 1000 liqalıq səyahət bir addımdan başlayır. Bugün biz deyə bilərik ki, ilk addımlar hər iki tərəfdən, Amerika və Rusiya tərəfindən atılıb deyə Shoygu qeyd edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü günortadan sonra Mərmərə dənizindən baş verən zəlzələ nəticəsində insan itkilərinin olmadığını bildirib. O, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin İstanbul qərargahında keçirilən iclasından sonra məlumat verib. Bugün Mərmərə dənizində baş verən və İstanbulda və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırmaq istəyirəm. Biz indicə geniş toplantı keçirdik. Biz ən aktual məlumatları aldıq və zəlzələnin nəticələrini minimuma endirmək üçün görülən və görülməli olan tədbirləri qiymətləndirdik. Zəlzələnin hiss olunduğu şəhərlərdə günorta saatlarından etibarən apardığımız axtarış və yoxlama tədbirləri nəticəsində heç bir problem aşkar edilməyib. Zəlzələ nəticəsində ölən olmayıb deyə o qeyd edib. İstanbul Valiliyinin qərarına əsasən şəhərin bütün məktəblərinin həyətləri və məscidləri zəlzələ səbəbilə gecəni evlərində keçirmək istəməyən vətəndaşların istifadəsinə verilib. İstanbulda məktəblər və universitetlərdə təhsilə 2 gün fasilə verilib. Qeyd edək ki, ötən gün İstanbulda baş verən 6,2 magnitudalı zəlzələdən sonra yerli vaxtla saat 17:55-ədək ən böyüyü 5,9 magnitudalı olmaqla ümumilikdə 127 afterşok qeydə alınıb. İsrailin baş naziri Benyamin Netanyahu İranı növbəti dəfə hücumla hədələyib. O, Amerika Birləşmiş Ştatları ilə nüvə danışıqları aparan İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarını deyib. Netanyahu beynəlxalq holokost qurbanlarını anma günü münasibəti ilə keçirilən tədbirdəki çıxışında Qəzza zolağına və ABŞ ilə nüvə danışıqları aparan İrana hücumlarından danışıb. İran nüvə silahı əldə edərsə nə olacaq, bilirsinizmi? Bizlə Tehran arasındakı mübarizə bütün azad cəmiyyətlərin taleyini həll edəcək.
edəcək. İsrail ordusu növbə qərb dövlətlərinə çatacaq. Bu, onların gözlədiyindən də sürətlə baş verəcək, deyə Netanyahu bildirib. Rusiyanın Nijni Novgorod vilayətində terror aktının qarşısı alınıb. Bu barədə Federal Təhlükəsizlik Xidmətindən məlumat verilib. Məlumata görə Orta Asiyadan olan 2 nəfər pilotsuz təyyarələrdən istifadə etməklə bölgədəki neft kimya zavoduna hücum planlaşdırıb. Onların Ukraynalı kuratorların göstərişi ilə hərəkət etdikləri bildirilir. Saxlanılan zaman şübhəlilər silahlı müqavimət göstəriblər, lakin zərərsizləşdiriliblər. Davam edirik. Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Məlumata görə qəza nəticəsində 2 avtomobil toqquşub və nəticədə 2 sərnişin ölüb. Aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində Lada və Hyundai markalı avtomobillərin toqquşması nəticəsində 2 sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Təcili tibbi yardım briqadaları tərəfindən 6-sı kişi, 3-ü qadın olmaqla 9 nəfər bədənin müxtəlif hissələrinin travması diaqnozu ilə kliniki tibbi mərkəzə hospitalizasiya olunub. Yaralılara zəruri tibbi xidmətlər göstərilib, müayinələr olunub. Onlardan 3 nəfər əməliyyata alınıb, 1 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Faktla bağlı araşdırma aparılır. Gəlin keçək futbol haqqında xəbərlərə. Milan İtaliya Kubokunun yarımfinal mərhələsinin cavab oyununda Interi məğlub edərək finala yüksəlib. Görüş Milanın 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Luka Jovic dubl edibsə, Tijani Reinders 3-cü qola imza atıb. 2 oyunun nəticəsinə əsasən Interi 4-1 hesabı ilə üstələyən Milan adını həlledici raunda yazdırıb. İkinci finalçının adına bugün təşkil olunacaq Bologna-Empoli maçında aydınlıq gələcək. İlk görüşdə Bologna 3-0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, final maçı mayın 14-də baş tutacaq. Kubokun son sahibi Juventus bu turniri ən çox qazanan komandadır. İspaniya La Liqasının 33-cü turu çərçivəsində son çempion Madrid Realı səfərdə Xetafenin qonağı olub. Qarşılaşmanın taleyini bir qol həll edib. Kral klubunun Türkiyəli yarım müdafiəçisi Arda Güler görüşün 21-ci dəqiqəsində baxımlı qola imza atıb və komandasına çempionluq yarışında vacib 3 xalı qazandırıb 0-1. Minimal hesablı qələbədən sonra paytaxt təmsilçisi lider Barcelonanın ən yaxın izləyicisi olaraq qalır. Hazırda əzəli rəqibləri cəmi 4 xal ayırır. Xetafe isə 39 xalla 12-ci pillədə qərarlaşıb. Sonda xüsusi xəbəri sizinlə bölüşürəm. Bugün adı Forbes jurnalının milyarderlər siyahısına daxil edilən Qubalı məşhur iş adamı Qod Nisanovun doğum günüdür. Qod Semyonoviç Nisanov Quba rayonunun Qırmızı qəsəbəsində 24 aprel 1972-ci ildə anadan olub. O, Rusiyanın ən nüfuzlu iş adamlarından biridir. Nisanov təhsilini Bakıda alıb. 1990-cı ildən isə Moskvada bizneslə məşğul olmağa başlayıb. 2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunub. 2014-cü ildə 115 ölkədəki icmaları birləşdirən Dünya Yəhudi Konqresinin vitse-prezidenti seçilib. Həmin ildə də Rusiya Federasiyası prezidentinin sərəncamı ilə dostluq ordeni ilə təltif olunub. 2016-cı ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. 2022-ci ildə isə prezident İlham Əliyevin sərəncamı ilə Qod Nisanov xalqlar arasında dostluğun möhkəmləndirilməsində və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə dostluq ordeni ilə təltif edilib. Mükafatı ona Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təqdim edib. Biznes sahəsində bir çox böyük uğurlar əldə etməklə yanaşı bir sıra xeyriyyəçilik layihələrinə dəstək verən, sosial təşəbbüslərdə fəal iştirak edən Qod Nisanovun 53 yaşının tamam olması münasibətilə Magen David qrupun rəhbərliyi, eləcə də iş kollektivi adından səmimi qəlbdən təbrik edir. İş fəaliyyətində bu cür müvəffəqiyyətlərin davamlı olmasını diləyirik. Beləcə bugünə və bu saata sizə çatdıracaqlarımız bunlar idi. Xəbərlərdən xəbərdar olmaq hər zaman sizin hüququnuzdur. Diqqətinizə görə təşəkkür edirik.